birinci nəyi tapmalıyıq? Deməli, fx0-ı tapmalıyıq. Yəni, funksiyada verilmiş nöqtəni yerinə qoyursan. Bu eləyir -4-ün kvadratı, üstə gəl 7 vurulsun -4. Bu da eləyir 16 çıxılsın 28. Yəni, -12. Tapdıq bunu. Bu 1. Bunu qoyduq kənara. Bir də biz nəyi tapmalıyıq uşaqlar? Törəməsini. Hə, törəməsində yerinə qoyasıyıq x0-ı. Törəməsi nədir? Deyin görək. 2x üstəgən 7. X üstəgələk X-in 7. yerinə nə qoymalıyam? X-in yerinə -4 qoymalıyam. Elə deyilmi? Verilib qiymət. Bu olur 2 vurulsun -4, üstə gəl 7. Cavab deyilir burada -1. Всё, bitti. Hər şey bitti. Gətirib yerinə yazırıq. Toxunanın tənliyini tap deyir də. İndi burada bucaq əmsalını soruşur. İndi deyəcəm bucaq əmsalını onsuz tanıyırsınız nə olduğunu. Deməli, de. Mən o yuxarıda yazdığımız tənlik ümumi formadır. Bəli, ümumi formadır. Dərsə başlayanda da dedim də qızım. Ümumi forması toxunanın tənliyi budur. İndi y bərabərdir. Fx0-ımızı tapmışıq. -12. Üstə gəl f'-imiz -1. Vurulsun x çıxılsın x0. X0-ımız da -4 olduğuna görə +4 eləyir. İndi bunu vurub açsaq y bərabərdir -12. Qəbul eləməyəcəm kimdirsə gələn. Deməli, çıxılsın 4. Bir də çıxaq x olur. Niyə bir də çıxılsın? Niyə x? X-ə vur. Niyə? Hə, x-i yapmışsınız. Hə, bildim. Ay, sağ ol. Deməli belə. Uşaqlar, bucaq əmsalı xətti tənliyi tanıyırsınız? Kx plus b. Bucaq əmsalı nədir ki? X-in əmsalı. Burada x-in əmsalı nədir ki? -1. Bitti. Cavab bundan ibarətdir. Yaxşı? Tutduq da söhbəti. Tamam. Gözlüyüm bir dənə. Bunu dayandıraq. Hoş gördük müəllimə. Üzrü sayın. Dayanaqaraq sayaq da üzrü. Deməli belə. Tapın 2-ni. Calda olun. Buyurun. Səsləri bağlayın. Kiminizə səsi açıqdır. Mən səhvən dediyim də. Seyfə qızım, deməli, seyfə 137-dir deyəsən. 137. Zəhrə xanım, tapdınız cavabı? Tapdım. Mən deyirsiniz. Başqa Zəhrə var burada. Nə bilim mənimə bir dəfə salmışdınız, travması qalıb. Yaxşı. Cavabı deyin görək. Kim tapdı 2-nin cavabını? C variantı. C. Tapmışam müəllimə. C. Bəli. Başqa? Başqa? Kimlər C tapdı? Tünzələm. Kimlər tapdı? Mən tapmışam müəllimcə. C. Qəşəng. Tapmayan var. Başlayın bədduaya. Mən ümumi tənliyi unutdum. İndi sən nə? Mən tapmamışam. Ona görə əl qaldırdım mən. Hə. Toxunanın nəyini soruşur? Bucaq əmsalını soruşur. Tənliyi tapandan sonra x-in əmsalı bucaq əmsalıdır da. Mən fx0-ı tapdım, sonra f törəmə x0-ı tapdım. Başqa nəyi tapım? Heç nəyi tapmırsan, apar yerinə qoy. Deməli belə. Yerinə qoydum. Hə. 96 almışam. Orada hardasa səhv eləmişsən. 96 necə alınsın? Ağıllı. Elə x0-ımız nədir? Yerinə 2 qoyanda 2-nin kvadratı üstə gəl 4 vur 2. Yəni 12 eləyir. F'0x0-ımız isə, yəni birinci törəməsini tapmalısan. X kvadratın törəməsi 2x, 4x-in törəməsi 4. Gözəl, başa düşürsən qızım?
Bəli. İndi burada da x-in yerinə qoyuruq 2-ni. Bu olur 2 2-nin 4, 4 üstə 4 gələndə 8. İndi toxunanın tənliyinə qaçırıq. Toxunanın tənliyi y bərabərdir fx0 üstə gəl f'(x0) vurulsun x minus x0'dır. Tənlik budur. Burada hər şeyi yerinə yazırıq. fx0'ımız 12'dir. f'(x0'ımız 8'dir. X minus x0'ımızı da veribdir onsuz 2'dir. Bitti. Bunu bir dənə açsaq, y bərabərdir 12 üstə gəl 8x çıxılsın 16 olur. Yəni bizim cavabımız y bərabərdir 8x minus 4 oldu. Bundan bunu çıxanda 4 qalır. Və bucaq əmsalı k, x-in əmsalıdır da 8-dir cavab. Başa düşürsünüz? Amin başa düşürük. Fidan, Elvanə, bildiniz uşaqlar? Evet, bildim. Bəli, amma və lakin mən bunu hamısını o filosu da vurma kimi yazdığım üçün 8 vur 12 vurulsun x minus 2 yazmışım. Ondan da cevap 96x almışım. Diqqətli ol. Orada sən düsturda səhv. Bir dənə zəhmət olmasa geri qaytara bilərsiniz. Əlbəttə. Bircə dəqiqə. Şu. Buyurun. İndi növbəti misalı deyirəm. Sözlə deyəcəm, yazın hamınız dəftərinizə, yoxsa Görə bilərsiniz. şərti bilməsəz yazmanız çətin məsələdir. Mənlə izah olunacaq, sonra növbətini mən verəcəm. Baxın, misalın şərti belədir. Zeynəb qızım. Deyir ki, fx bərabərdir x kvadratı çıxılsın 4x üstə gəl 7. Funksiyasının qrafikinə onun ordinat oxu ilə kəsişmə nöqtəsində çəkilən toxunanın tənliyini yazın. Ben şu düsturda yerine koyacağız da boş boş şey oxuyursunuz. İndi burada sağ ol, təşəkkür edirəm. Burada x0 nəyə bərabərdir yəni? X0 bərabərdir. X'in qiyməti 0 şey koyacağız. Y 0'a bərabər olacaq. Elə ordinat oxu ilə kəsişirsə, deməyəm bunun x-i yoxdur da, ordinatla kəsişib. X olsaydı bunun ordinatla nə? 0 koyacağız da bir dənə. Bəli. 7 orada. Sıfırdır. Uşaqlar ordinatla kəsişirsə bunun apsisi yoxdur da, yəni x-i yoxdur, x-i sıfırdır. Всё. İndi buradan toxunan tənliyini tapın. Bir dəfə fx0'ı deməli tapırsınız fx0'ı, sonra f'(x0'ı, sonra düsturda yerinə qoyursunuz, cavabdır. Hadi bakalım. Gözləyirəm. Mənfi 4. Burada emsalını tapırıq burada da. Tənliyi soruşur. Mənfi 4 oldu müəllim. Bucaq əmsalı, hə, amma toxunanın tənliyini soruşuram. 7 minus 4. 4x. 3'tü cevap. 3. Bəli. Yox. Ax, Yeddi tənliyi çıxdı. soruşuram. Ax, tənliyi Y soruşuram. bərabərdir 7 minus 4. Ay, sağ ol. Düzdür. Uşaqlar, toxunanın tənliyini soruşuram axı şərtdə. Tənlik desə konkret 3 deyə bir şey olar. Yəni siz tənlikdə y bərabərdir fx0 üstə gəl f'(x0) vurulsun x minus x0'ı tapmalısınız, qiymətləndirməlisiniz. Zeynəb düz yazmısan sən? Zeynəb, Mən bilmirəm. Siz deyirəm düz tapmısan? nə dediniz ki cavabı? Nə tapmısandı? Deməli, x0'ı 7 tapmışam. O xişlik olanı 3 tapmışam. Sonra yerinə qoymuşam. 7 üstə gəlsin, 3 vurulsun x minus 4. İndi onda vurub açmalıydın. Uşaqlar, birinci gedək fx0'ı tapaq. Yəni yerinə x0'ın qiymətini qoymalıyıq 0. Bu da eləyir 0 çıxılsın, 0 üstə gəl 7. Yəni cavabımız 7-dir. Bir də törəməsində qiymətin yerinə qoymalıyıq. Törəməsi də 2x çıx 4-dür da. Baxın, gözəl. Törəməni tapanda 2 qabağa keçir. Burada da törəməni tapanda 4x-in törəməsi 4-dür. Ədədin törəməsi isə 0. Necə?
Törəmənin niyə 7-nin qiyməti 0 olacaq? Abala 7-nin törəməsi 0 eləmir. Hə? Mən 7 yazmışam, törəməni. Ağıllısan da. Yüksək zəka. Deməli belə. X0-ın yerinə indi 0 qoyuruq. Bu da olur 0 çıxılsın 4, yəni cavabımız -4. Yaxşı? Всё, bitdi. Deməli belə, uşaqlar, indi gəlin bunu silirəm, davam eləyək. Gətirib yerinə qoymalıyıq indi. Biri -4 imiş, o birini nə tapdıq? Gətirib yerinə qoyaq. Deməli, bu olur y bərabərdir. Bunu nə tapmışdıq? 7 tapmışdıq. Üstə gəl. Bunu -4 tapdığımıza görə x çıxılsın x0. X0'mızda 0 olduğuna görə bizim misalımız y bərabərdir. 7 çıxılsın 4x olur. Tutdu söhbəti. Başa düşürsüz? Zeynəb gördün səhvini. Törəməni necə sən 7 tapa bilərsən? Səhv tapmışam da bildim səhvimi. Diqqətli ol, diqqətli ol. X0'a -4 yaza bilmərik ki orada. Çünki orada verib şərtdə. X0'ımızı bu o şərt deyil, axı mən başqa misal vermişdim sizə. Onun əlaqəsi. Diqqətli olun. Deməli belə. Yaxşı. Gəlin davam eləyək. Всё. İndi yazın dəftərinizə. Bunu silirəm. Bir də misalı yazın. Qoy mən sizdən rahat olum, görün başa düşdünüz yoxsa yox. Ondan sonra davam eləyək. Deməli. Bunu yazırsınız. 3 nömrəli sualı. Всё. Sonra keçək davamına. Bakalım. Amma mən birincinin törəməsini tapa bilmirəm. Sən törəmə dərsində yox idin, hə? Əksəriyyətiniz deyəsən törəmə. 10-cu siniflər törəmə dərsində olmadı. 11-lər var idi. Onlar yox idi deyəsən. Elə? Bəli. Mən də olmamışam. Hə, siz də olmamısınız. Törəməni bir də keçərik. Bir dərsdə keçərik. Bir dənə dərsə qoşulmamışam. 2 dəqiqədən bir gəldi ayağında bizimə. Ben onu demişdim də sizə. Bu blok dərsləri törəmə, limit, integral. Üçü də bir-birinə bağlıdır. Birini bilməsən, o biriləri bilənmirsən. Əsasda anası törəmədir də. Törəməni bilmədisə getmək mümkün olmur. Nəsə niyə qoşulmamışam mən dərsə? Coğrafiyam var idi ağıllı. Yadımdadır. İkinci günün aqibəti idi. Deməli belə. O günlər düz gəlmirdi də bura qoşulmaq. Deməli belə, yaxşı, 3-ü bir dənə tapın. Qızım, törəməni tapanda qüvvət əmsala keçir. Qüvvəti bir vahid azaldırsan. Qayda budur. Yəni orada 2 qabağa keçir, 2-ni bir vahid azaldırsan. Buyur Aylin. 7 çıxaq 12x olur. Sizdən indi burada sizdən başqa bir şey soruşur. Sizdən burada x0'ı soruşur. Deyir ki, Tapacaqsa daha rahatdır. apsis oxuna paraleldir. Onda y0'da da. Deməli, apsis Y0-dan. paralel. Yuxarı bax, saymadım. Necə? 3'e bak. Hə, 3-ə bax, saymadım. hə, bircə dəqiqə. Yuxarıda. Deməli, çeşni apsis oxuna paraleldir. X0'ı soruşur. Всё da oradan indi hesablayın. Gedir kvadrat tənliyə filan. Kökləri tapın. Görün neçə eləyir. Çok pis dersiymiş. Hiç de başa düşmürəm. Toxunanı onun tənliyini ona görə ikinci dərsə saxlamışam da qızım. Biraz ağırdır. Blokun dərsidir bu. Asan sual deyil. Başa düşsən də çətin sual da deyil belə baxanda. Diskriminantla kökləri tapın görün nə tapırsınız. Diskriminant 60 alınan sualdan nə tapa bilərik ki? Oradan çıxmır. Gəlin belə eləyək. Bunu götürək. Bircə dəqiqə. Baxın bir dənə. Baxın görün necə yaza bilərsiniz.
dənə bir şey deyəcəm. Burada elə biz burada fx-i tapırıq, fx0-ı tapırıq. Aha. Orada elə 0 olmayacaq. Çünki orada elə tam tənliyi yazıb tapırıq da. Aha. İndi y-in törəməsini tapmalıyıq. Törəmə də ki, zaten 6x minus 12-dir. Törəməsini sıfıra bərabər. Oradan da y-in də x bərabərdir 2 olacaq orada da. Ay, X sıfırımızın onda 2 olacaq. bəli, tamamilə doğrudur. Tamamilə doğrudur qızım. Deməli belə. Uşaqlar, Ora bu yazmışdım. necə? Ora qədər yazmışdım onu. Hə. Axırda cavabı nə almışdın? Cavabı almışdın yoxsa yox? Burada 6x sağ 12-ni mənfi 12 saxladım. Baxın uşaqlar, burada bu deyir ki, apsis oxuna paraleldir. Apsis oxuna paraleldir. Apsis oxu x oxudur. Gəlin bir də bunun izahına baxaq. Yəni x oxuna paraleldir. Onda bu x oxunu kəsmir. X oxunu kəsmirsə, bunun deməli k-sı 0-dır. Uşaqlar, k bucaq əmsalıdır. Bucaq əmsalı verilmiş funksiyanın törəməsi kimi tapılır. Bunu qeyd eləyin dəftərinizə. İndi birazdan keçəcəyim dərsə aid idi bu. Deməli, k bucaq əmsalıdır. Bucaq əmsalını tapmaq üçün verilmiş funksiyanın törəməsini tapmalısan. Hətta dərəcə verilsə bu tangenslə belə tapılırdı. Yadınızda da funksiya dərsini keçəndə demişdik ki, k tangenslə də tapılır. Yəni tangens alfa k-ya bərabərdir bucaq əmsalına. Nəysə, indi bu tangenslə deyil, törəmə dərsidir. Amma yenə də yazına lazım olacaq bu bizə. Deməli uşaqlar, indi biz nə edirik? Törəməsini 0-a bərabər eləyirik. Çünki bu x oxuna paraleldirsə, y oxunu kəsir. Bunun k-sı yoxdur. Yəni k-sı 0-a bərabərdir. Yəni bunun törəməsini 0-a bərabər etməliyik. Deməli, bunun törəməsi eləyir 6x çıxılsın 12 bərabərdir 0-a. 6x bərabərdir 12-yə. X də bərabərdir buradan 2-yə. Başa düşürük. Aydındır. İndi gəlin bunun bir variantı da var. Özünüz işləyin. Всё. 4 nömrəli. Hansı B tapmışdım? Ay, qəşəng. Hələ birazdan da artma azalma aralığından da danışacağıq. Nə ekranı geri qaytarardınız da. Buyur qızım. Yazdım mən o bir sualı. Əla. Hadi bakalım. Ben de yazdım bence. Mən də. Deyəsən, Necə? deyəsən tapdım. Yaxşı, cavabı deyin tez-tez. Vaxtımız gedir. D. 2-də 3. Nə D var? var. 2-də 3. D. Bəli. Gözəl sən də tapmısan. Aylin tapmısınız. Gülay tapmısınız. Ben. Nəsə tapmazsanız çəkinməyin. Ha, nəysə başa düşməsəz deyin. Bu asan dərs deyil. 11 illiyin sonudur. Blok dərsidir. Rahat olmayacaq. Nə gözləyirsiniz? Amma ki, əlbəttə ki, öyrənəndən sonra isə rahat olacaq. Yazın dəftərinizə funksiyanın artma aralığı necə tapılır? Uşaqlar, funksiyanın artma aralığını tapmaq üçün, yəni verilmiş y bərabərdir fx. Funksiyanın artma aralığını tapmaq üçün törəməsini 0-dan böyük bərabər götürmək lazımdır. Misal, fx bərabərdir 3-də 1 x-in kubu çıxılsın 3x kvadratı üstə gəl 5x üstə gəl 17. Görək kim tapa bilər? Funksiyanın artma aralığını soruşur. Diskriminanta gəlir. Bəli, Müəllim, bəli, müəllim. bəli qızım. Orada mən 3x-in üstü yoxsa 2-də.
3x kvadrat üstə gəl 5x-dir. Çox sağ ol. Hə, yaxşı. Müəllim biraz Birincini indi mən çevirəndə 3-ə vuracam ora. Bəli, əlbəttə. Əmsal. Vuracam 3-ə böləcəm 2-yə. Yox, integral tapmırsan ki, niyə beləsən? Qüvvət Yazım deyil oyunu. yazırsan. Qüvvət qabağa keçir, qüvvət Cavab birdir, yoxsa? Necə? Diskriminant mənfi alınır axı. Diskriminant mənfi alınmaz məncə. X bərabərdir 1 alınır. Axı bərabərsizlikdir bu. Siz konkret qiymət ala bilərsiniz, yoxsa elmə yeni anlayışlar gətirirsiniz? Mən 1 tapdım. Her sadəcə törəməyə keçirdib bu 7-ni falan çıxardırıq. Artma aralığını tapmaq üçün törəməsini sıfırdan böyük bərabər götürmək lazımdır. Yəni bunun törəməsini sıfırdan böyük bərabər götürüb bərabərsizliyi həll eləyəsinik. Törəməni tapanda, baxın bu qüvvət əmsala vurulur. 3-də 1 vurursunuz 3-ə. Sadəcə qüvvət bir vahid kiçilir də həmişə. Burada da 2-ni qabağa vuranda bir vahid kiçilir, üstə gəl. 5 qısında törəməsi 5 eləyir. Böyük bərabərdir 0-dan. Yaxşı? Mən 1-5 aralığı tapdım. Nə tapdın de görüm? 1-5 aralığı. Hə, indi 1-5-i tapmısan düzdür, qəşəng. Uşaqlar, bunu indi diskriminantla da tapsaz və vietlə də deyə bilərsiniz də, nəyə vuranda 5 toplayanda 6 eləyir? 1-5 1-lə 5. 1-lə 5. İntervala Bəli, getirəcəyik. intervala gedirsiniz. Elə heç bunu yazmasaz da olar, problemi yoxdur. 1-lə 5-i tapdıqdan sonra müsbət, mənfi, müsbət, sıfırdan böyük müsbət aralığı soruşur deyə qızım. Mənfi sonsuzluqdan 1-ə qədər 5-dən müsbət sonsuzluğa. Yaxşı, 1-5 aralığı yox. Bildiyin gibi hardadır səhvin? Sonda. Anladım. Tamam. Silin bunu uşaqlar. Bəli. Tamam, bunu silirəm. Quzular, bir də var azalma aralığı. Azalma aralığını tapanda bəs nə iş görəsik? Funksiyanın törəməsini, bu dəfə funksiyanın törəməsini sıfırdan kiçik bərabər götürəsik azalma aralığını tapmaq üçün. Всё. Yazın dəftərinizi. Bu nə var yazıq? Necə? Bu Funksiyanın nə var yazıq? Hə, funksiyanın azalma aralığını tapmaq baxımından yazırsan. Funksiyanın azalma aralığını tapmaq üçün törəməsini sıfırdan kiçik bərabər götürməlisən. İndi bir dənə misal, hadi bakalım, bunu özünüz yazın. Deməli, fx bərabərdir 3-də 1 x-in kubu çıxılsın 4x-in kvadratı çıxılsın 9x üstə gəl 13. Hadi bakalım. Bir nəzər Bayaqki sıfıra bərabər olanda artan oldu, bu azalandı. bayaqki sıfıra bərabər deyildi. Sıfırdan böyük bərabər idi. Yenə bərabər oldu 0-a. Hə, bu isə kiçik bərabərdir axı. Azalma aralığı kiçik bərabərdir. Ya şərtdə mən səhv dedim. Azalma aralığını soruşuram uşaqlar. Azalma aralığını tapanda törəməsini sıfırdan kiçik bərabər götürürsən. Artma aralığını tapanda isə sıfırdan böyük bərabər götürürsən törəməsini. Mən tapdım məncə. Mən də tapdım. Mən də tapdım. Mən də tapdım mən. Tapdım. Sen. Hadi bakalım. Ali, amin. Beyler aktif olun. Bu nedir? Yatmışsınız ancak kızlar danışır. Hadi Yesin bakalım. mən də. Sen de taptın. Hakkın yoluna göre gelmişsiniz yoksa yok.
cavabı? Buyurun. -1,9. İkisi daxil. Düzdür deyənlər. Düzdür deyənlər. Mən mənfi sonsuzluqdan -1-i birləşdirdim. Mənfi 9. Aralığı Ben sən. sonsuzluqdan götür. Yo yo yo. Mən Yo yo. -9. Mənfi 1,9 tapanlar düz tapıb. Sadəcə siz aralığı səhv eləmisiniz. O mənfi sonsuzluqdan -1-ə deyənlər. Gəlin törəməsini sıfırdan kiçik bərabər, abala kiçik bərabər mənfi aralığını seçməliydiniz. Törəməsini tapaq. Bu olur 3-də 1 vurulsun 3. X-in kvadratı çıxılsın 8x çıx 9. Kiçik bərabərdir sıfırdan. 3'lər gedir. Yəni bizim misalımız x kvadrat çıx 8x çıx 9 qalır. Viyetlə deyin görüm. Köklərin hasili, köklərin cəmi nədir? 9-dan -1. 9-dan -1. Bəli. Gözəl qızım. Bax, Viyet teoremini bilirsən? De görüm. Bəli. Bəli. Kökləri vuranda buradakı qiymət eləyir, toplayanda buradakinin əksi. Yəni bu o deməkdir ki, köklərimiz -1 ilə 9-dur. Və müsbət Hasildə, Hə, necə? hasildə işarəsi dəyişmir elə. Yo yo, hasildə dəyişmir. Hasili -9, cəmi bunun əksi müsbət 8. Bizdən də soruşur sıfırdan kiçikləri, yəni mənfi aralığı. Mənfi aralıq bu aralıqdır. Vəsə. Cavab -1 ilə 9 aralığı. Başa düşürsüz? İndi sizə bir dənə sual verəcəm. Bu sual hansı ki, tip qəbul sualıdır. Asan sual deyil, onu deyim sizə. Çətin sual da deyil. Yəni qaydanı bilən yazacaq. Deməli belə, bir dənə xatırlatma eləyək. Yəni sizə buradan kömək alıram. Ürəyim əl vermir. Görürsüz də necə gözəl müəllimdir. Deməli, y üstü x-in törəməsi elə y üstü x eləyirdi, elə deyilmi? Day bilmirdiniz axı. Y üstü ax-in törəməsi nədir bəs uşaqlar? Deyin. Bir bölüsünə Gediblər integrala. Utanmırsınız da. A, y mən ancaq integrala qoşulmuşam da, mənim aydan bilir. qoşulub integrala. Əslində qınamıram da. Yaxşı ki integralı heç olmuyor, başa düşmürsünüz də. Yenə. Nəysə, o da bir şeydir. Nəysə. Y bərabərdir. Y üstü -3x çıxılsın 3x. Deyir, funksiyanın azalma aralığını tapın. Hadi bakalım. Çıxın işin içindən. Hür iradəmlə tapmaq istəmirəm. Utanmırsan. Yox. Mən bu nəfə sıfıra verəm, qaldı y orada. Peki mənim azalma aralığını tapdıq. Yoxsa nə tapırıq? Başım Azalma qarışdı. aralığını tapın. İnşallah bircə dəqiqə gözləyin, gəlirəm. Deməli, yaxşı. Deyin görün, başqa mənfi müsbət sonsuzluq tapan var ağıllı aranızda? Yüksək zeka var başqa? Tapmayan var. Tapmayan var. Yaxşı. Deməli belə. Cavab nə oldu ki? Düzdür. Mənfi müsbət sonsuzluqdur. Uşaqlar, biz dedik ki, funksiyanın azalma aralığını tapmaq üçün onun törəməsini, uşaqlar, nə etməliyik? Sıfırdan kiçik bərabər götürməliyik. Getdik bunun törəmə canı üçün. Y üstü -3x-in törəməsi -3, y üstü -3x-dir. Bayaq da dedim də, A qabağa keçir.
Çıxılsın 3x-in törəməsi 3-dür. Kiçik bərabərdir 0-dan. Bu 3-ü soldan sağa keçirsəm, mənfi 3 y üstü mənfi 3x kiçik bərabərdir 3-dən. Hər tərəfi mənfi 3-ə böləndə bilirsiniz də işarə dönür. Böyük bərabərdir 1-dən, mənfi 1-dən. Yaxşımı? Orada səhv eləmişəm. Ay səni, ay səni, ay səni. Belə ki, ən son aldığımız bu ifadədə y üstü 3x üslü funksiyadır. Üslü funksiyada həmişə müsbət olduğuna görə Azərbaycan Respublikasının bizə verdiyi deməli səlahiyyətə əsasən cavabı mənfi müsbət sonsuzluq qəbul edirik. Yaxşı. Bunu mən də tapmışam, amma orasını tapmamışam. Çünki üslü funksiyadır. Üslü funksiyanın qiyməti həmişə müsbətdir və o həmişə mənfi 1-dən böyük olacaq da, əbədiyyətə qədər. Cavab mənfi müsbət sonsuzluqdur. X say şey ola bilər. Yaxşı. Bildiyi uşaqlar. Davam eləyək. Müəllimə. Bəli. Bizim Mənim dərsimiz. o birisi. Hə, bir 10 dəqiqəcik gecik heç nə olmaz. Olar? Bəs burada iki bərabər olanda nətər olur? Necə bir dedi? Biz orada məsəl üçün y üstü mənfi x kiçik bərabərdir mənfi 1 alma ehtimalı var. Yox. O əsla mənfidən balaca olmaz. Üslü funksiya həmişə onda boş çoxluq deyərsən. Yəni y-nin qüvvətini əgər sən mənfi ədəddən balaca tapsan, bu boş çoxluqdur. Çünki üslü funksiya əsla mənfi olmaz. Yaxşı? Bəs nisbət ədəddən balaca tapsan Onu da onda. sənə verməz. Onu da sənə o formada verməz. Yaxşı? Deməli belə. Yaxşı, bunu silirəm. Yazın funksiyanın böhran nöqtələrinin tapılması. Keçirəm sizə tarix dərsi. Mən də o deyim. Nə istəyirsiniz? Müəllim coğrafiyanı, Müəllim coğrafiyada da var. Demografik baxın. Coğrafiyanı, tarixi, ədəbiyyatı filan qatıb bir-birinə. Harda var belə müəllim? Nəysə. Nəyə böhran dediniz? Şimdi yatın. Funksiyanın böhran nöqtələri. Funksiyanın Demografik baxın. çiçəklənmə dövrləri də var idi də hələ bir. Uşaqlar aktiv olun. Burada neçə nəfər var Elvanə? Orada bax görüm, mən görmürəm də indi. Əminə plus 16 nəfər. 17. İkisi mənəm də. Orada Əminə geçmez mi? İkisi mənim orada. Deməli belə, yaxşı. Müəllimdən 2 dənədir. Deməli belə, uşaqlar, funksiyanın böhran nöqtəsini tap deyəndə törəməsini 0-a bərabər eləyəcəksən. Qurtardı. Yazın dəftərinizə. Funksiyanın böhran nöqtəsini tapmaq üçün törəməsini 0-a bərabər etsəz, babamıza da bəsdir. Misal, tapın bunun böhran nöqtələrini. Mənfi müsbət 3. Yes. Mən də mənfi müsbət 3 tapdım. Mən də. Əla, aferin sizə. Törəməsini 0-a bərabər eləməliyik. Bu olur, deməli, 3x kvadrat çıxılsın 27 bərabərdir 0. 3x kvadrat bərabərdir 27. X kvadrat bərabərdir 9. X də bərabərdir müsbət mənfi 3. Yaxşı? Doğru tapmısınız? İndi bircə dəqiqə. Uşaqlar. Əvvəldə heç nə qalmır demək bana. Amma indi başa düşürsən. Bunlardan imtahan bloka düşəsi suallardır. Uşaqlar, bir dənə sual verəcəm. Bəs buna indi baxın, görək nə edə bilərik bunun üçün. Çox maraqlı sualdır. Şərti belədir. İndi öz ixtiyarınıza buraxıram. Yapmayın. X-in kubu üstəgəl AX-in kvadratı üstəgəl 12x çıxılsın 10. Deyir ki, A-nın hansı qiymətində bunun böhran nöqtəsi yoxdur. Böyle bir şey geçtik ki. Şuradan fərqlidir. Hiç böyle bir şey demedim. Böhran nöqtəsinin olması üçün törəməsi 0-a bərabər olmalıdır, elə deyilmi?
Birinci törəməsini sıfıra bərabər eləyin. Sonra Alınan rəqəmdir ki, adını hə. Orada da elə qiymət olmalıdır ki, elə bir törəməsi sıfıra bərabər olmamalıdır da. Nəsə orada bir şey var. Gəlir kvadrat təyinliyə dayanır. Nəsə orada bir şey var. AX kvadratın törəməsi nədir? 2 edir o. Hə. Benim bir şey diyeceğim. De qızım. Bu menfi 6'dan 6 aralığıdır. Anladım, mən də müsbət mənfi 6 aldım. Ay, sağ olun. Düz tapmısınız. Uşaqlar, tamamilə doğrudur. Deməli, normalda bunun böhran nöqtəsi törəməsi sıfıra bərabər olunaraq tapılır. Törəməsini sıfıra bərabər eləsək, nə baş verir görək? Yəni, indi bunun ödəməməsi üçün, yəni bu kvadrat tənliyə gəldi də. Yəni normalda sıfıra bərabərdirsə böhran nöqtə var. Sıfıra bərabər olmaması üçün, bunun həllinin olmaması üçün, bunun diskriminantı nə olmalıdır? Ay, sağ olun. Kvadrat tənliyin o vaxt həlli yoxdur ki, diskriminant sıfırdan kiçik olsun. Yəni b kvadrat çıx 4ac-ni sıfırdan kiçiyi götürürük. Və burada b-miz x-in əmsalıdır. Kvadratı 4a kvadrat. 4ac, a-mız 3-dür, c-miz 12-dir. Bunu da vuranda neçə eləyir? 144 eləyir də, elə deyilmi? Bəli. Bəli. Kiçikdir sıfırdan. Hər tərəfi 4-ə bölərsiniz. A kvadrat çıx 36 kiçikdir sıfırdan. Zor. Bu da a minus 6, a plus 6-dır da. Köklərimiz mənfi 6 ilə müsbət 6-dır. Mənfi 6 ilə müsbət 6. Müsbət, müsbət. Mənfini soruşur. Cavab bu aralıqdır. Yəni mənfi 6 ilə müsbət 6 arası. Başa düşürsünüz? Uşaqlar aydındır. Çatdı? Bəli. Tamam. Uşaqlar bir də var. Hə, de qızım. Müsbət aralıqdakılar həldir, yoxsa? Bəli. Bir növ həldir. Bəli. Deməli belə, uşaqlar, indi bir də var stasionar nöqtələr. Stasionar nöqtələr. Deyəcək, riyaziyyatda bu nədir? Deyirsiniz. Cəbdə keçdim. Bu çox düşürür tapmaq üçün. Uşaqlar, funksiyanın törəməsini sıfıra bərabər etdikdə x-in qiymətini alırıq. Məsəl üçün, müsbət mənfi 3 aldıq bayaqları. Yəni, kökləri tapdıq. O stasionar nöqtələrdir, yəni kökləridir. Yəni stasionar nöqtələri tapmaq üçün yenə də törəməni sıfıra bərabər eləməlisiniz. Buyurun sizə bir misal. Sonuncu misaldır. Ekstremumu bir dənə demirəm. Ekstremumu gələn dərs danışacağım. Sizi indi buraxıram. Birazdan digər dərsə girəsinik. Bəziləriniz, əksəriyyətiniz orada donsuz. Deməli, uşaqlar, stasionar nöqtələri tapmaq üçün törəməsini sıfıra bərabər etməyiniz kifayətdir. Misal, f' nə idi? Fx, gözəl qızım, bu sonuncu sualdır. Bunu da yazıq edirsiniz. X-in kubu çıxılsın 8x-in kvadratı, üstəgəl 13x, üstəgəl 7. Hə, bunun soruşur stasionar nöqtələrini. Tapın, törəməsini sıfıra bərabər edirsiniz. Bir də onu deyim ki, bu dərslər yenidən keçəsik. Sizin 10-11-in qrupunda bilirsiniz ki, ancaq keçirik dərsləri. Sadəcə bu qrupda blok dərslərini təzədən o 3 dənə dərsdir. Yenidən təkrar keçək. Hansı mövzularda boşluğunuz varsa tamamlansın daha. Bəli, diskriminasiya. Buradakı 8-dir. Bəli, bəli. Türəmə tənqidini burada keçəcəyik bu qrupda. Bəli, bəli. Burada keçəsik. Məryəm, Aha. diskriminantı bir sıfır oldu ya. Sıfırdan kiçik oldu.
diskriminantı 0-dan kiçik oldu. Ola bilmir. Bəli. Hərdəsə səhv eləmirsən quzusu, ola bilsin. Diqqətli ol. Biri 1'dir, bir də 4 ondan ötürü. Düz deyirsən. Amma kəsirdə saxla. 4,6'da için. Benim 9'dan bir aldım. Uşaqlar cavabı deyin. 4,6'da 3'te 1. Bəli. İndi biz bunun törəməsini 0-a bərabər eləsək, 3x kvadrat çıxılsın 16x, üstəgəl 13 bərabər olacaq 0-a. Gedirsiniz diskriminanta daha kökləri tapırsınız. Diskriminantı da tapmağı bilirsiniz də. Köklərin biri 1-dir, biri də 3-də 13-dür. Bitdi. Yaxşı. Ben bir şey De qızım. Ben 9'dan -1 aldım. 9-dan -1 aldın. Bəli. Diskriminantda səhv eləmisən də, ağıllı. Diskriminantı gedək tapmağa. Mənə diskriminant tapdırırsan. Ay Zəhra. Aa, gördüm. Ne de sepelemişim. 3'e vurmamışım Mehmet'i. Ceyhun'ki diskriminantı 100 idi. Necə? Kimsə nəsə Ceyhun el. diskriminantı 100 idi. Yaxşı. Eşitmədim amma nəysə. Deməli belə. Uşaqlar, deməli ev tapşırığınızı mən yazacağam qrupa. Yaxşı, burada hamısını verməyəcəm. Ona görə gedin, görüşərik gələnlər. 5-ci gün. Tamam.